Çox bərbad gündə tikirdi kostyumları. Bir dənə də dərzim var idi. Bərbad. Yəni daha belə o vaxt baxmır da istehsal eləyirsən falan, bəzi şeylər görmürsən də. Sənin üçün hər bir balaca uğurun, hər bir balaca detalın normal yox, belə zəif alınmağa uca sən sevinirsən də ona da. Mən o kostyumları necə satırdım. Bir qulağı belə, bir... Nə bilim, Allah köməyim oldu yəqin deyə orada. Bəlkə də o kostyumun nancı gəlmirdi. Onlar pozitivin nancı gəlirdilər, insanlar, müştərilər. O istirahət eləməyə gəlirdilər oradan. Energetik almağa gəlirdilər bəlkə də oradan. Və İsa dərinliyə gedirəm də hələ də. Çünki sevirəm. Ruslar demişkən, vek jivi, vek uçeyiz. Yəni, öyrənirəm də hər gün. İndi bugünkü günlərdə dəvət edirlər, xaricdə fikirlərimiz var. Orada gedib ölçü götürmək, yüksək vəzifəli olan şəxslərdir, bizi sifariş edən insanlar.